En sadə və qısa yol. Bizim bugünkü dərsimiz informatika 2-ci sinifdən. Bu dərsimizin izahı olacaq. Gəlin baxaq görək. En sadə və qısa yol nədir? Gəl baxaq. Turistlər göldən mehmanxanaya getmək istəyirlər. Onlar bir neçə yol gedə bilərlər. Körpülərdən keçməklə, kəndin kənarından keçən asfalt yolla və ya çay və təpələri aşmaqla. Sizcə mehmanxanaya onlar göldən necə gedə bilərlər? Sizcə ən asan yol hansı ola bilər? Mehmanxana kənd körpüsü və gölü nöqtələr arasında, onlar arasındakı yolları isə xətlərlə göstərmək aşağıdakı sxema alınır. Gəlin baxaq. Bir obyektdən digərinə aparan ən sadə yol və həmişə ən qısa yol olmur. Yəni, bir obyektdən digərinə aparan ən sadə yol rahat ola bilər. Amma ən qısa yol olmaya bilər. Başa düşdünüz uşaqlar? Yəni, belə şeylər var. Gəlin ümumiyyətlə tapaq bu yolları. Tapşırıqları izah edib tapaq. Turistlərin mehmanxanaya çatmaları üçün ən sadə və ən qısa yolları tapın. Gəlin baxaq. Ən sadə və ən qısa yollar. Ən sadə yol onları belə deyim. Ən qısa yol elə yol ola bilər ki, qısadır, yəni 5 dəqiqə çata bilərlər, amma təhlükəli yollardan keçir. Məsələn, burada gölün içindən yol keçir. İndi gölü necə keçə bilərlər? Onlar özdə yəni belə deyim də, fikir verirsənsə, nisbətən başlarında papaq və s. var. Yəni bu vaxtı ən azından yəni havalar nisbətən sərin bir vaxtdır. Gölə girə bilməzlər. Başa düşdünüz? Ona görə daha qısa yol, daha sadə yol lazımdır. Gəlin baxaq. Onlar üçün ən sadə yol, ən sadə yol. Onlar bu taxtanın üzərinə gəlib, buradan körpünü keçib və belə bir sadə yolla buradan mehmanxanaya çata bilərlər. Belə. Ən normal yol hal-hazırda budur. Təbii ki, başqa yollar da var. Onları da indi sizə izah edəcəm. İkinci bir yol budur uşaqlar. Gəlin baxın. Körpüləri keçməklə. Onlar bu yan tərəfdən də hərəkət eləyə bilərlər. Nəzərə alın. Elə buradan da belə gələ bilərlər. İkinci yol belədir. Baxın, bura qədər gedir. Burada başqa rənglə işarə edəcəm. Burada bir körpü var. Körpünü keçirlər. Təkrar gəlirlər belə. Burada yenidən bir körpü var. Körpünü keçirlər. Təkrar belə bu vəziyyətdə gələ bilərlər. İkinci yol budur. Amma ən sadə və qısa yol birinci yoldur. Yaxşı uşaqlar. Belə. Nəysə, yəni bir də növbəti yol da var. İndi onları deyərdim də. Qoy onu da deyim, nəysə, rahatlaşaq. Belə gəlib buradan çayı birtər, çayda çimə gedəcəklər. O da düzgün olmayacaq. Təzədən belə bir yol, yenə çay keçirəcəklər, yenə gələcəklər. Gör nə qədər uşaqlar, aman Allahım. 1 təpə, 2 təpə, 3 təpə, 4 təpə aşıb 2 dəfədə çay keçəcəklər, bir dəfədə asfalt yolu. Yəni zülm çəkəcəklər. Amma onlar rahat buradan belə yolu təqib eləyə dümdüz ora gəlib çata bilərlər. Yəni bu qədər asan bir yol varkən belə bir çətin yolu mən seçməzdim. Ən sonuncu yol, yəni hal-hazırda bu göstərdiyim yol ən asan yoldur. Sonra belə. Aha. Şəklə uyğun sxemi müəyyən edin. Gəlin görək şəklə uyğun sxem hansıdır? Uşaqlar, C şəkli yanlışdır. Çünki bu maksimum belə gələ bilər. Yəni bu belə gələ bilər. Bunun nöqtəsi bura ola bilər. Bunun nöqtəsi də bura ola bilər. Belə deyim də uşaqlar, belə ola bilər.
Başa düşdünüz? Bu belə ola bilər biraz, bir də belə ola bilər. Yəni bu şəkil yanlışdır. Sonra burada fikir verirsinizsə, bu evlə bu ev, yəni bura ilə bura birləşməlidir də uşaqlar, birləşə bilər. Amma bu şəkildə daha doğrusu bu şəkildə elə bir şey yoxdur. Amma bu şəkildə hamısı bir-birinə birləşmiş şəkildədir. Gəlin bunu bir daha izah edeyim. Məsələn, bu belə gəldimi? Belə deyim də uşaqlar. Belə bir şey var. Burada düzdürmü? Yəni biraz nisbətən bir-birinə bənzəyir. Başa düşdünüz uşaqlar belə. Bu şəkil, yəni A variantı ən uyğun şəkildir hal-hazırda. Növbəti sual. Anarın yaşadığı evdən quyuya necə getmək olar? Neçə yolla getmək olar? Gəlin baxın, ana bu quyuda, bu quyudur. Gəl baxın. Anar gələr Bəkirgilə, Bəkirgildən gələr Dilarəgilə, Dilarəgildən gələr quyuya. Bu birinci yoldur. Sonra Anar gələr Cəmiləgilə, Cəmiləgildən gələr Dilarəgilə, Dilarəgildən gələr quyuya. Bu ikinci yoldur. Sonra bir çox yolla getmək olar da uşaqlar. Bunu hamısını bir vaxtımız azalır, ona görə tam çatdıra bilməyə bilərəm. Sonra anar gələr Bəkirgilə yenə. Bəkirgildən gələr bu ortuya. Ortadan gələr Dilarəgilə, Dilarəgildən gələr quyuya. Sonra anar gələr Bəkirgilə, Bəkirgildən gələr bu ortuya qədər. Bu ortadan gələr yenə Dilarəgilə, Dilarəgildən yenə quyuya gələr. Bu 4 yol oldu mu? Sonra anar gələr Cəmiləgilə. Anar gələr Cəmiləgilə, gözlə uşaqlar. Cəmiləgildən gələr Bəkirgilə, Bəkirgildən gələr Dilarəgilə, sonra gələr quyuya. Sonra anar gələr Cəmiləgilə, bu ortaya gələr, orta vəziyyətə, sonra Dilarəgilə, sonra quyuya gələ bilər. 6, 7 saysaq 10-a qədər yolla anar quyuya gəlib çıxa bilər. Belə. Sonuncu sual. Məktəbdən evə həmişə gedib gəldiyin yol bağlı olarsa, ondan hansı digər qısa yollarla məktəbə gedə bilərsiniz? Bu barədə valideynlərinizlə də məsləhətləşin. Tamam, bu artıq ailədə izah oluna biləcək. Yəni ailə içi müzakirə olunacaq məsələdir. Yəni burada mən sizin məktəbinizdən evə necə bir yol olduğunu bilmirəm. Ona görə də bir şey deyə bilməyəcəm. Bu sizin valideyninizlə olan məsləhətləşmənizdən ibarətdir. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm dərsi bəyənərsiniz. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.